Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Cüdo Federasiyası tərəfindən Muxtar Respublikada fəaliyyət göstərən cüdo məşqçiləri üçün dan dərəcələri üzrə 3 moduldan ibarət seminar və imtahan təşkil olunub. İyunun 30-da start götürən seminarların sonunda iştirakçılar imtahan veriblər. Azərbaycan Cüdo Federasiyası təhsil şöbəsinin əməkdaşları İbrahim Aslanov və Elçin Maylov iyulun 3-ədək davam edən proses zamanı dan dərəcələrinin verilməsi qaydaları haqqında məlumat verib, imtahana hazırlıqla bağlı nəzəri və praktiki biliklərini bölüşüblər. Sonuncu gün iştirakçılar həmin mütəxəssislərin qarşısında imtahan veriblər. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq tələbləri uğurla yetirən məşqçilərə Azərbaycan Cüdo Federasiyası tərəfindən dan dərəcələri üzrə sertifikat təqdim olunacaq. Bu gün Naxçıvanda Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə birinci dan üzrə Naqo-Kata seminarı və imtahanı təşkil olunub. Bu Naxçıvanda ilk dəfədir təşkil olunur. Bunun əsas mahiyyəti məşqçilərdə və idmançılarda peşəkarlıq səviyyəsini artırmaqdır. Azərbaycan Cüdo Federasiyası təkcə Bakıda deyil, regionlarda da belə seminarlar təşkil edir və bu da Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdonun inkişafına gətirib çıxardır. Hər kəsə imtahanda uğurlar arzulayırıq. Əli Məmmədov, İlqar Məmmədov, NTV Xəbər.